SSR 20 il nəyi gizlətmişdi? Çelyabinskidə nə baş vermişdi? 1957-ci ildə Çelyabinskidə Mayak gizli nüvə zavodunda güclü partlayış baş verdi. Əslində burada bomba partlamamışdı. Radioaktiv tullantıların saxlandığı çən ambarda böyük partlayış baş vermişdi. Bu partlayış tarixdə Hiroşima partlayışından sonra dünyanın ikinci güclü partlayışı hesab olunur. Beləliklə də bu partlayış nəticəsində minlərlə kvadrat kilometr ərazidə radioaktiv çirklənmə qeydə alındı. Eyni zamanda 300 mindən çox insan şüalanmaya məruz qaldı. Kəndlər xəritədən silindi, insanlar gecə ikən yoxa çıxdı. SSR 20 il bu hadisəni gizlətdi. İnsanlara heç nə olmamış kimi məlumat verirdi. Lakin insanlar yavaş-yavaş xəstəliklərdən ölürdü. Bugün də həmin ərazidə qadağan olunmuş zonalar var. Çaylar, torpaqlar deməli zəhərlərlə doludur. Bu yerdə yaşamaq qəti qadağandır. Bu tip videolar maraqlıdırsa kanalıma abunə ola bilərsiniz.